Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə bir müştərimin istəyi üzrə qabarıq tablo hazırlayacağam. Mövzu olaraq sadəcə dəniz mövzusu üzərində bir qayıq və yaxud da gəmi, hər hansı bir fiqur olaraq seçilmişdi. Mən isə bu formada tablomuzu hazırladım. İlk olaraq taxta dik üzərində işləyəcəm və kənarlarına çərçivə hazırlayacağım. Çərçivəni sadə fanerkadan hazırlayacağım. Onu da sizə göstərəcəm. Ölçü olaraq 40-ın 50-yə belə ölçü razılaşdıq. Kənar hissələrə ağ qalın kağız yapışdırdım. Batman vərəq də deyə bilərsiniz, rulon kağız da almaq olar. Sadə kağız da yapışdıra bilərsiniz və yaxud da zərli maçalka da olar. Təxmini olaraq bu formada dalğa çizdim və bu hissəni açıq rəngdə boyayıb buludlar rəngləyəcəm və aşağı hissəni isə mavi rəngdə, daha biraz tünd rəngdə dəniz formasını boyayacağım. Təbii ki, bu alt bazadır, çünki üzərində qabarıq dalğalar işləyəcəm. Bu arxa fondur, amma yenə də arxa fonda olsa bəzən dalğaların arasından görünür. Ona görə tam boyayın ki, daha təbii görüntü əldə edə biləsiniz. Əmək maçalkası deyək və yaxud da famiran da deyilir. Mən bu formada kəsib kənarlara yapışdıracağım. Dediyim kimi, bu əlinizdə yoxdursa, adi vərəqdən də istifadə edə bilərsiniz. Hətta sadə formada boya da bilərsiniz. Dalğaları da elə bu zərli maçalkanın hazırlayacağım. İndi isə tam dalğaya bənzər görüntü əldə etmək üçün kleyli su hazırlayıram. PVA kleydir. Məktəbli mağazalarında duru kley də əldə edə bilərsiniz. Ağ kley desəz ala biləcəksiniz və salfetləri bu boyalı suya batırıram. Onu deyim ki, salfetlər çox yapışır. Bu formada yəni islah formada qoyursunuz və dalğa formasını əldə edirsiniz. Tam quruyandan sonra alt hissədə kleyliyin, qopma ola bilər. Amma mən hələ ki bu formada dalğa görüntüsünə bənzər istədiyiniz formada yapışdırıram. Onu da deyim ki, maçalkaların hündürlüyü məni qane etmədi. Ona görə bu formada yapışdırmadım. Bükəcəm. Yəni həmin hissənin yarım qat uzunluğu hündürlüyünü istəyirəm. Və bir-birinə iç formada belə qırış-qırış, səliqəli deyil, biraz dalğavari görüntü üçün qırış-qırış yapışdırın. Kənarda ayrı olaraq da göstərmək istəyirəm ki, fikrim tam aydın olsun. Həm də bir-birinə yapışanda çox möhkəm olur. Yəni, baxın, qopmur belə. Və düz deyil, belə biraz əlinizdə qırışdırıb yapışdırın. İstəsəz mənim kimi birbaşa öncədən yapışdırıb daha sonra qırışdıra bilərsiniz. Yaxud da əlinizdə belə hazır formada qırış eləyib daha sonra yapışdırın ki, məncə ikinci forma daha rahatdır. Mən sonradan fikrimi dəyişdim. Belə hazır balıq fiqurlarım var. Maketdə istifadə edəcəm, amma boyayacağım. Çünki bunlar uşaqlar üçündür və rəngarəngdir.
hamısını gümüşü, boz tonlarda boyayacağım. Pambıqları və yaxud da sintefonları bulud kimi istifadə edə bilərsiniz və yaxud da elə ağ boyanın özündən sadə bulud görüntüsü əldə etmək olar. İndi isə gəlirik gəmini hazırlamağa. İlk olaraq qəlib kimi sadə kağız hazırladım. Uc hissəsi biraz dik, gövdə hissəsi yarım dairə. Amma bəzi gəmi modellərində gövdə hissəni kvadrat forma, yəni sadə düz forma da saxlamaq olar. Bu mənə biraz enli göründü. Ona görə biraz da kiçildəcəm. İstəyirəm ki, nə qədər qabarıq tablo da olsa, çərçivəmdən kənara çıxmasın. Çünki mənim çərçivəmin eni 7-8 santimetrdir. Gəminin də eni o qədər olsa kifayət eləyəcək. Gövdə üçün bizə 2 ədəd lazım olacaq. Ara məsafəli bu formada daha sonradan yapışdıracağım. İndi isə kənar hissələr üçün sadə formada düzbucaqlı kardon kəsib yapışdırıram. Uc hissələri isə tam düz deyil, gövdə hissə kardonu biraz qaldırıb yapışdırdım ki, sanki gəminin ön hissəsi suyu daha yarmaq üçün, daha sürətli getmək üçün gəmilərin ön hissəsi biraz dik formada olur. O görüntü üçün altdakı kardonu bir az sındırıb daha sonra kənar hissələri yapışdırdım. İndi isə PVA kleydən istifadə edib kardonun üzərini kapatacağım. Adi salfetdən, kağızdan da istifadə eləmək olar və ilk olaraq bu formada kardonu kleyli su ilə isladırıq və daha sonra salfeti üzərinə yapışdırırıq. Salfet həm boyanı daha rahat götürməsi üçündür, eyni zamanda kardonun calaq hissələri, bitişmə hissələrini itirmək üçündür. Çox səliqəli görüntü əldə eləmək olur. Düzdür, biraz zaman alır, qurumasını gözləməlisiniz, səbir tələb edir, amma sonda çox gözəl iş çıxır ortaya. Və quruduqdan sonra bu formada tamamilə ağarır, öz rənginə qayıdır və başlayıram boyamağa. İndi isə yelkənləri hazırlayacağım. Yelkənləri adi ağ kağızdır. Əgər yoxdursa 2-3 qat A4-dən istifadə eləyin. İstəsəz belə formada da saxlaya bilərsiniz. Amma daha təbii parça görüntüsü istəyirsinizsə, yenə salfeti PVA kleydə isladıb, biraz qırış forma verib, daha gözəl yelkən görüntüsü əldə eləmək olar. Yenə də deyirəm, sadə kağızdan da hazırlaya bilərsiniz.
Sadə sapdan istifadə edib bu formada yelkənləri həm bir-birinə bərkitmiş olacağam, həm daha gözəl təbii gəmi görüntüsü əldə etmək olacaq. Yəni miniatür də hazırlasaq, bir neçə detaya fikir verdikdə daha gözəl iş çıxır ortaya. Son olaraq sonuncu yelkənimizi yapışdıracağam. Və digər künclərdən də bir neçə sap keçirdib gəmi maketimizi tamamlamış oldum. Maketi çərçivəmizə əlavə elədikdən sonra bir neçə dalğanın da gəminin alt hissəsindən yanlara doğru qalxmasını istəyirəm. Bu formada daha sadə görüntü olur. Və yenə eyni qaydada salfetləri islatdım. Biraz qurumasını gözləyin. Hardasa bir günə, 2 günə tam quruyur. Amma biraz nəmlik də qalır ki, belə bükmək olsun. Və bu formada tablomuzu tamamladım. Ümid edirəm sizlərin də işinə yarayacaq bir video olacaq. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.